Hamıya salam. Bugünkü videoda həqiqi ədədlər və kvadrat köklərdən 9-cu sinif buraxılış imtahanına düşmüş sualların izahını paylaşacağam. Başlayaq sualların izahına. Birinci sual. 2,7 ədədi hansı iki ardıcıl natural ədəd arasında yerləşir? 2,7 ədədi 2-dən böyük, 3-dən kiçikdir. Deməli, 2 və 3 arasında yerləşir. İkinci sual. Kök altında 43 ədədi hansı iki tam ədəd arasında yerləşir? Kök altında 43 ədədi, kök altında 36-dan böyük, kök altında 49-dan kiçikdir. Yəni 6-dan böyük, 7-dən kiçik. Deməli, 6 və 7 arasında yerləşir. Üçüncü sual. -4,3-2 ədədi koordinat oxu üzərində hansı qonşu tam ədədlər arasında yerləşir? -4,3-2 ədədi -4-dən solda yerləşir. Təxminən burada. Deməli, bu ədəd -5-dən böyük, -4-dən kiçikdir. Dördüncü sual. -4 nöqtəsindən 13 vahid məsafədə yerləşən nöqtə aşağıdakılardan hansıdır? Tapmalı olduğumuz nöqtə -4-dən 13 vahid sağda və yaxud da solda yerləşə bilər. Bunun üçün iki variant mövcuddur. -4 üstəgəl 13 bərabərdir 9. -4 çıxılsın 13 bərabərdir -17. Ya 9 ya da -17 ola bilər. Variantlarda isə 9 cavabı var. 5-ci sual. -3,8 və 4,82 ədədləri arasında neçə tam ədəd var? Gəlin bu tam ədədləri yazaq. -3,8 ədədindən sağda yerləşən ədədlər -3, -2, -1, 0, 1, 2, 3, 4. 4-dən sonra isə 4,82 gəlir. Deməli, bu aralıqda cəmi 8 tam ədəd var. 6-cı sual. İfadənin qiymətini hesablayın. Modulda -5-dən 5 çıxır. Modulda -7-dən 7 çıxır. Çıxılsın 9. 7 üstəgəl 5, 12. 12 çıxılsın 9, 3. 7-ci sual. İfadənin qiymətini tapın. -2 moduldan 2 çıxır. Modulda -3, 3 çıxır. -1 üstündə 7, -1-ə bərabərdir. Çünki qüvvəti tək ədəddir. Çıxılsın -1, vurulsun. Modulda -2, 2-yə bərabərdir. 2 çıx 2, bu ifadənin qiyməti olur 0. Vur 0, bərabərdir. 2 vur 3, 6. 8-ci sual. İfadənin qiymətini hesablayın. Modulda -2, 2, modulda -3-dən 3 çıxır. Üstəgəl, -1 üstündə 7, -1-ə bərabərdir. Vurulsun. Modulda -2-dən 2 çıxır. 2 çıx 2, 0. Vur 0, bərabərdir. 2 vur 3, 6. 9-cu sual. İfadəni hesablayın. Bərabərdir. Kök altında 55 çıx, kökün altında 36-dan 6 çıxar. Bölünsün 3. 55 çıxılsın 6. Kök altında 49 böl 3 bərabərdir. 7 bölünsün 3. 2 tam 3-də 1. 10-cu sual. İfadənin qiymətini hesablamaq lazımdır. Modulda -8-dən 8 çıxır. Üstəgəl, modulda 9-dan elə 9-un özü çıxır. Çıxılsın 10. 9-dan 8, 17. 17 çıxılsın 10, 7. 11-ci sual. İfadənin qiymətini hesablayın. 8 vurulsun -4. -32. Üstəgəl, -5 vur -3. Müsbət 15. Üstəgəl 20. Bərabərdir. 35 çıxılsın 32. 3. 12-ci sual. A, B, C ədədləri verilib. Bu ifadənin qiymətini tapmaq lazımdır. Kök altında 26 vurulsun C. Kök altında 2 bölünsün B. Kök altında 13. Bərabərdir. Kök altında 26-nı kök altında 13-ə bölsək, kök altında 2 qalar. Kökdə 2-ni də kökdə 2-yə vuranda cavab olur 2. 13-cü sual. İfadənin qiymətini hesablayın. Kök altında 64-dən 8 çıxar. Kök altında 2 vur 8 bərabərdir. Kök altında 16. Kök altında 16-dan da 4 çıxar.
14-cü sual, ifadənin qiymətini tapın. Kök altında 36-dan 6 çıxır. 3 vur 6 çıxılsın. Kökdə 25-dən 5 çıxır. Kökdə 9-dan 3 çıxır. Üstəgəl 2 vurulsun 3 bərabərdir. 6 vur 3 18 çıxılsın 5. Üstəgəl 6. Cavab olur 19. 15-ci sual, ifadənin qiymətini tapın. Kökdə 49-dan 7 çıxır. 2 vur 7 çıxılsın. Kök altında 36 6-ya bərabərdir. Üstəgəl 2 vurulsun. Kök altında 25-dən 5 çıxır. Bərabərdir. 14 çıx 6 üstəgəl 10. Cavab olur 18. 16-cı sual, ifadənin qiymətini hesablayın. Mötərizənin içərisindəki ədədləri ayrı-ayrılıqda kvadrata yüksəldək. 0,2-nin kvadratı vurulsun. Kökdə 50-nin kvadratı üstəgəl 1,5 vurulsun. Kök altında 36-dan 6 çıxır. Bərabərdir. 0,4 vur 50 üstəgəl 9. 2 üstəgəl 9 cavab olur 11. 17-ci sual, ifadənin qiymətini tapın. Kök altında 1,21-dən 1,1 çıxır. Mənfi 2 vurulsun 1,1 üstəgəl 3,6 bərabərdir. Mənfi 2,2 üstəgəl 3,6 cavab olur 1,4. 18-ci sual, ifadənin qiymətini hesablayın. 36 üstündə 3, kök altında 3-cü dərəcədən bunlar ixtisar gedir. Burada qalır 36. 36 üstəgəl 2 vurulsun kök altında mənfi 4 üstündə 6, 4 üstündə 6-ya bərabərdir. Çünki cüt dərəcədən qüvvət olanda ifadənin qiyməti olur müsbət. 4 üstündə 6 bərabərdir. 36 üstəgəl 2 vurulsun. Burada kökün dərəcəsi 2-dir. 2 ilə 6-nı ixtisar eləsək 3 qalır. Kök altında 4 üstündə 3 bərabərdir. 36 üstəgəl 2 vurulsun. 4-ün kubu 64. 64-dən kök altından 8 çıxar. Bərabərdir. 36 üstəgəl 16. Cavab olur 52. 19-cu sual. Hesablayın. İfadənin qiymətini tapmaq üçün qüvvətləri bir-birinə vurmaq lazımdır. Kökdə 8 vurulsun. Kökdə 2. Bərabərdir. 3 üstündə kökdə 16. Kökdə 16-dan 4 çıxır. 3 üstündə 4. Cavab olur 81. 20-ci sual. İfadənin qiymətini tapın. Bu ifadəni müxtəsər vurma düsturunun köməyi ilə açaq. 5 kökdə 2-nin kvadratı çıxılsın. 2 vurulsun. 5 kökdə 2 vur. 2 kökdə 3. Üstəgəl 2 kökdə 3-ün kvadratı bərabərdir. 25 vurulsun 2. 50 çıx. 2 vur 5 10. 10 vur 2 20. Kökdə 2 vur kökdə 3 olur kökdə 6. 20 kökdə 6 üstəgəl 4 vur 3 12 bərabərdir. 62 çıxılsın. 20 kökdə 6. Şərtdə üstəgəl 20 kökdə 6 da var idi. Bunun üstünə 20 kökdə 6 gələk. İslah olacaq. Qalır 62. 21-ci sual. Qiymətini hesablayın. Kökdə 18-i kökdə 2-yə böləndə kökdə 9 qalır. Cavab olur 3. 22-ci sual. Hesablayın. Kökün dərəcəsi 2-dir. 2 ilə 2 ixtisar gedir. Birincinin cavabı olur 14. Üstəgəl mənfi 11-in kvadratı 121-dir. 121-dən də kök altında 11 çıxar. Çıx. Kökdə 11-in kvadratı 11-ə bərabərdir. Çıxılsın. Mənfi 8-in kvadratı 64. 64-dən kök altında 8 çıxar. Cavab olur 6. 23-cü sual. Hesablayın. Bu ifadədə burada 8 olmamalıdır. 2 kökdə 2 vurulsun. Kökdə 8 bərabərdir. 2 vurulsun. Kökdə 2 vur kökdə 8. Kökdə 16. 2 vur 4. Cavab olur 8.
24-cü sual. Qarşılıqlı tərs ədədlər cütünü göstərin. Tərs ədədlərin hasili 1-ə bərabər olur. Hasili 1-ə bərabər olan ədədlər 23-də 14 və 14-də 23-dür. Biz bunları bir-birinə vursaq, cavab 1 edər. 25-ci sual. Qarşılıqlı tərs ədədlər cütünü seçin. Yenə hasili 1-ə bərabər olan ədədləri seçmək lazımdır. 5-də 2 vurulsun 2-də 5. Bunun cavabı 1 edər. Deməli, doğru cavab A variantı. 26-cı sual. B mənfi olarsa ifadəsində vuruğu kök işarəsi altından çıxarın. 16-nı kökdən çıxartsaq 4 qalar. A üstünü 8-i kökdən çıxartsaq, buradakı 2 ilə 8 ixtisar gedir, qalır A üstündə 4. B üstündə 6-nı kök altından çıxartsaq, 2 ilə 6 ixtisar gedir, olur B üstündə 3. Amma B mənfi ədəddir. Deməli, B kubunun yanında bir dənə də mənfi olmalıdır. Cavab olur mənfi 4, A üstündə 4, B üstündə 3. 27-ci sual. A, B, C ədədləri verilib, artan sıra ilə düzmək lazımdır. A ədədini hesablayaq. A bərabərdir 4/3-də 1-i düzgün olmayan kəsrə çevirək. 4 vur 3, 12 üstə gəl 1, 13. Üstündə mənfi 2 bərabərdir. Qüvvətdəki mənfi 10-u göstərir ki, mötərizənin içərisindəki ifadəni tərsinə çevirmək lazımdır. Yəni 3 bölünsün 13-ün kvadratı bərabərdir 169-da 9. Bu ədəd 1-dən kiçikdir. İndi B ilə C-ni müqayisə eləyək. 4/3-də 1 ədədi 1-dən böyükdür. Deməli, həmin ədədin kvadratı ədədin özündən böyük olacaq. C böyükdür B-dən. A ədədinin qiyməti 1-dən kiçik idi. Deməli, həmin A ədədi həm B-dən, həm də C-dən kiçik olur. Artan sıra ilə düzsək, A, B, C. 28-ci sual. Y mənfi olarsa, vuruğu kök işarəsi altından çıxarın. 9-u kökdən çıxartsaq 3 olar. X üstündə 4-ü kök altından çıxartsaq, X-in kvadratı qalar. Y üstündə 6-nı kök altından çıxarsaq, Y-in kubu qalar. Amma burada Y mənfi ədəd idi. Deməli, Y-in yanına bir dənə də mənfi yazmaq lazımdır. Cavab olur mənfi 3x kvadratı Y-in kubu. 29-cu sual. A, B, C ədədləri verilib, bu ifadənin qiymətini tapmaq lazımdır. 2/2 vurulsun C. C-nin qiyməti 7-dir. Vurulsun 5 modulda A. Böl modulda B. 2/2 vurulsun 7 vurulsun 5 vurulsun modulda mənfi 3-dən 3 çıxır. Böl modulda 0/77-dən elə ədədin özü çıxacaq. Bərabərdir. 0/77 ilə 7-ni ixtisar eləsək, aşağıda qalır 0/11. 2/2 ilə 0/11 ixtisar aparsaq, yuxarıda qalacaq 20. 20 vurulsun 5 vurulsun 3. 20 vur 15. Cavab olur 300. 30-cu sual. Bunlara əsasən aşağıdakılardan hansı doğrudur? Birinci bərabərlikdə modullu ifadəni sağ tərəfə keçirdək. A bərabərdir modulda A-ya. Moduldan həmişə müsbət ədəd çıxır. Deməli, A ədədi müsbət imiş. İndi ikinci bərabərsizliyə baxaq. A-nın qiyməti müsbətdir. Amma ümumi ifadənin qiyməti 0-dan kiçikdir. Deməli, B-nin qiyməti olub mənfi. A müsbət, B mənfi olur. İndi variantlara baxaq. A variantında yazılıb A kiçikdir 0. Bu səhvdir. B variantında A böyükdür B-dən. Bu doğrudur. Çünki A müsbət, B mənfidir. C-də B müsbət verilib, amma B mənfidir. A vur B-nin hasilinin müsbət olduğu verilib. Mənfini müsbətə vuranda mənfi ədəd alınır. Deməli, D-də səhvdir. Y variantında isə A B-yə bərabərdir. Bu da səhvdir. Cavab olur B variantı. 31-ci sual. İfadənin qiymətini tapın. 1 bölünsün kök altında 625-dən 25 çıxar. Üstəgəl 1 bölünsün kökdə 100-dən 10 çıxar.
bərabərdir. Hər ikisi üçün ortaq məxrəc 50-dir. Birincinin hər tərəfini 2-yə vururam. İkinci kəsin hər tərəfini 5-ə vururam. Olur 50-də 7. Hər tərəfi 2-yə vursam %14. Onluq kəsir şəklində yazsam 0,14 olar. Cavab D variantı. 32-ci sual. İfadənin qiymətini tapın. 4 vurulsun kök altında 4-də 5 çıxılsın 4-də 3 vurulsun. Bu ifadənin qiyməti olur 3-də 4. Kök altında 9-dan 3 çıxır, 16-dan 4 çıxır. Bərabərdir. 4-də 3-ü 3-də 4-ə vuranda 1 eləyir. Yerdə qalır 4 vurulsun 4-də 5 çıx 1. Bərabərdir. Buradakı 1-i 4-də 4 şəklində yaza bilərik. 4 vurulsun kök altında 4-də 5-dən 4-də 4 çıxanda məxrəc 4-dür. 5-dən 4 çıxırıq, qalır 1. 4 vurulsun 4-də 1 2-də 1-in kvadratıdır. Deməli kök altından 2-də 1 çıxacaq. 4 vur 2-də 1 cavab olur 2. 33-cü sual. İfadənin qiymətini hesablayın. 9-u 3-ün kvadratı şəklində yazaq. Üstündə 2-də 1. Üstəgəl 0,25-i 4-də 1 kimi yazaq. -1. Üstəgəl 32-ni isə 2 üstündə 5 şəklində yazaq. Bərabərdir. Bunlar ixtisar gedir. Qalır 3. Üstəgəl -1-in mənası o deməkdir ki, mötərizənin içərisindəki ifadəni tərsinə çevirmək lazımdır. 4-də 1-in tərsi olur 4. Üstəgəl 2 üstündə 5 vurulsun 0,6 olur 2 üstündə 3 bərabərdir. 3 üstəgəl 4 üstəgəl 8, 7 üstəgəl 8 cavab olur 15. 34-cü sual. İfadənin qiymətini hesablayın. Köklərin dərəcələri eyni olduğuna görə bir kökün altında yaza bilərik. 4-cü dərəcədən 6 çıx 2 kökdə 5, 6 üstəgəl 2 kökdə 5 bərabərdir. 4-cü dərəcədən bu ifadə A çıx B, A üstəgəl B. Yəni A kvadratı çıx B kvadratının vuruqlara ayrılmış formasıdır. Onda kökün altında yazacağıq. 6-nın kvadratı çıxılsın 2 kökdə 5-in kvadratı bərabərdir. 4-cü dərəcədən 36 çıx 4 vur 5, 20. 4-cü dərəcədən kök altında 16 cavab olur 2. 35-ci sual. İfadəni hesablayın. Bu da eyni ilə 34-cü sualdakı kimidir. Köklərin dərəcələri eyni olduğuna görə bir kökün altında yazsaq, A üstəgəl B, A çıx B şəklində vuruqlara ayrılmış formada olur. Bu isə A kvadratı çıx B kvadratının vuruqlarıdır. Onda kökün altında 4-cü dərəcədən 6-nın kvadratı çıxılsın, kök altında 20-nin kvadratı kimi yazmaq olar. Bərabərdir. Kök altında 4-cü dərəcədən 36 çıxılsın 20 bərabərdir. 4-cü dərəcədən kök altında 16 cavab olur 2. 36-cı sual. İfadəni sadələşdirin. Bu ifadəni sadələşdirmək üçün ilk öncə kökün altındakı bunu sadələşdirək. 7 çıx 4 kök altında 3. Bu ifadə hansısa bir ifadənin kvadratıdır. Bunu müxtəsər vurma şəklində yazaq. A çıx B-nin kvadratı bərabərdir. A kvadratı çıx 2AB üstəgəl B-nin kvadratı. A kvadratı üstəgəl B kvadratı 7-yə bərabərdir. -2AB isə -4 kökdə 3-ə bərabər olur. AB-ni tapmaq üçün ilk öncə -4 kökdə 3-ü -2AB-yə bərabər eləmək lazımdır. Mənfilər gedir, hər tərəfi 2-yə bölürük. AB bərabər olur 2 kökdə 3-ə. A-nı 2-yə bərabər eləsək, B-ni kökdə 3-ə bərabər eləsək, A-nın kvadratı 4, kökdə 3-ün kvadratı olur 3. Cəm olur 7.
Çünki bayaq da qeyd etdim ki, a kvadratı üstəgəl b kvadratının cavabı 7-yə bərabər olmalıdır. A və b-nin qiymətini tapdıq. Deməli, 7 çıxılsın 4 kökdə 3-ü 2 çıx kök altında 3-ün kvadratı şəklində yazmaq olar. İndi bu ifadəni şərtdə verilən ifadədə yerinə qoyaq. Kök altında 2 vurulsun kök altında 2 çıx kök altında 3-ün kvadratı. Üstəgəl 7 çıx kök altında 3 bərabərdir. Kökün dərəcəsindəki 2 bu 2-ni aparır. Yerdə qalır. Kök altında 2 vurulsun. 2 çıx kök altında 3. Üstəgəl 7 çıx kök altında 3. Bərabərdir. Kök altında 4 çıx 2 kökdə 3. Üstəgəl 7 çıx kök altında 3. İndi bu ifadəni hansısa ifadənin kvadratı şəklində yazmaq lazımdır. Bunun üçün yenə müxtəsər vurma düsturundan istifadə edəcəyik. Mənfi 2AB bərabərdir. Mənfi 2 kök altında 3-ə. Mənfi 2-lər ixtisar edir. AB bərabər olur kök altında 3-ə. A-nın yerinə 1, B-nin yerinə kök altında 3 yazsam və bunların kvadratları cəmini hesablasam 1 üstəgəl 3. Bu olur 4. A kvadratı ilə B kvadratının cəmi 4-ə bərabər oldu. Deməli, 4 çıxılsın 2 kökdə 3-ü 1 çıx kök altında 3-ün kvadratı şəklində yazmaq olar. Bu misalı davam edək. Kök altında 1 çıx kökdə 3-ün kvadratı üstəgəl 7 çıx kök altında 3 bərabərdir. Kökün dərəcəsindəki 2 kvadratdakı 2-ni aparır. Kök altındakı ifadə düşür modula. 1 çıxılsın kök altında 3 üstəgəl 7 çıx kök altında 3 bərabərdir. Modulun içərisindəki ifadənin qiyməti mənfidir. Amma modulda mənfi çıxa bilməz. Deməli, toplananların yerini dəyişirik. Kök altında 3 çıxılsın 1. Üstəgəl 7 çıx kök altında 3 bərabərdir. Kök altında 3-lər islah olur. Qalır 7 çıx 1. 6.